Müharibələr gec-tez sona çatır, amma onların buraxdığı izlər, yaratdığı fəsadlar uzun illər davam edir. Həlli uzun illər problemə çevrilən məsələlərdən biri də əsirlərlə bağlıdır. Bütün müharibələrdən sonra əsirlərin saxlanılması, dəyişdirilməsi yaxud da öz ölkələrinə təhvil verilməsi tərəflər üçün ən aktual müzakirə mövzularından biri sayılıb. O cümlədən Sovet-Alman müharibəsindən sonra da əsirlərlə bağlı vaxtlı-vaxtsız bir sıra qərarlar qəbul olunub. Qeyd edək ki, müharibənin sonunda SSR-də 2 milyondan artıq Alman əsir olub. Hələ 1942-ci ildən başlayaraq əsirlərin əsas hissəsindən işçi qüvvəsi kimi istifadə edilib. 1944-45-ci illərdən sonra isə Alman əsirlərindən işçi qüvvəsi kimi istifadə olunması daha geniş miqyas alıb. Belə ki, təkcə 1944-1950-ci illərdə 1 milyon 200 min nəfərdən artıq Alman əsiri əməyə cəlb edilib. Onlar gördükləri işin müqabilində 16 milyon 800 min rubl əmək qalıblar. Gördükləri işin həcmi isə 50 milyard rubla yaxın olub. Əsirlərdən adətən tikinti, bərpa, dəmir yolu xətlərinin çəkilməsi, meşə sənayesi, uran, dəmir filizi, daş kömür yataqlarından istifadə olunub. SSR-nin beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlarda əsirlərin saxlanma şəraitinin bütün normalara uyğun olduğu göstərilib. Reallıqda isə fərqli mənzərə olub. Əsirlərin saxlanma şəraiti əraziyə görə fərqlənib. Daha ucqar ərazilərdəki düşərgələrdə məişət şəraiti qənaətbəxş sayılmayıb. Mərkəzə yaxın olan düşərgələrdə isə digərləri ilə müqayisədə əsirlər üçün minimum şərait yaradılıb. Şəraitlərin fərqli olmasına baxmayaraq düşərgələrdə eyni rejim qaydaları hökm sürüb. Bütün düşərgələrdə Sovet ideologiyası ciddi təbliğ olunub. Antifaşist təbliğatı isə düşərgə ideologiyasının ana xəttini təşkil edib. Əsirlərin asudə vaxtı, istirahəti və əyləncəsi üçün düşərgələrdə xüsusi tədbirlər planı işlənilib. Alman əsirləri ətraf qəsəbə və kəndlərdəki yerli qadınlara meyl göstərsələr də əlaqələrdən mümkün qədər çəkiniblər. Yerli qadınlarla intim əlaqə əsirlər üçün cinayət əməli sayılıb. Buna baxmayaraq əsirləri asudə vaxtlarında qəsəbələrə getməyə, yerli sakinləri isə düşərgə şəhərciklərinin ətrafında dolaşmağa qadağa qoyulmayıb. Hətta bəzi bayram günlərində yerli sakinlərlə Alman əsirlər birgə şənliklər təşkil ediblər. Əsirlər öz doğmaları ilə məktublaşmaq icazəsi də verilib. Onlar yazdıkları məktubları yalnız xüsusi nəzarətçilər tərəfindən oxunduqdan sonra ünvanlarına göndərilib. Həmçinin əsirlərin məhdud miqdarda öz doğmalarından bağlamalar almaq və onlara bağlamalar göndərmək hüququ da olub. Bunlar əsirlərin saxlanmasının görünən tərəfidir. Rejim qaydalarını pozanlar, nəzarətçilərin yerli və yersiz tələblərini yerinə yetirməyənlər işgəncələrə məruz qalıblar. Hətta bəzi hallarda yerində güllələnən əsirlər də olub. Bütün bunlar tam məxfi saxlanıb və heç bir rəsmi sənəddə öz əksini tapmayıb. 1947-ci ilin aprel ayında Moskvada SSR, ABŞ və Böyük Britaniyanın Xarici İşlər Nazirlərinin iştirakı ilə keçirilən konferansda hərbi əsirlərin 31 dekabr 1948-ci ilə qədər qaytarılması qərarı alınıb. Amma bu məsələ 1950-ci ilə qədər uzanıb. Qəbul olmuş qərar hərbi cinayət törətmiş hərbi əsirlərə şamil edilməyib. Yalnız 1955-ci ildə Almaniya kansleri Konrad Adenauerin Moskvaya rəsmi səfərindən sonra SSR Ali Soveti Rəyasət Heyətinin hərbi cinayət törətmiş əsirlərin vaxtından əvvəl öz ölkələrinə deportasiya olması haqqında qərar olub. Bu qərarla hərbi cinayət törətmiş 14 min Alman əsiri Almaniyaya təhvil verilib. Ümumilikdə SSR-dən Almaniyaya 2 milyona yaxın əsir təhvil verilib. Əsirlik müddətində ölən Alman əsirlərinin sayı isə 357 min nəfərə çatıb.